Danışdıqlarımız sizin sənət tərəfidir, amma bunun mənəvi və uğur tərəfi var. Mənəvi uğur tərəfi nədir? Fərq yoxdur. Hansı sahədə olursa olsun. İki faktor var. Birinci faktor budur ki, biz görmürük. Gələcəkdə nə var? Biz ancaq yaşadığımızı görürük. Fəlsəfə alimləri deyirlər ki, biz ancaq qatar keçir, biz keçən qatarı görürük. Biz gələni də görmürük, gedəni də görmürük. Amma bizim gələnimizdə, gedənimizdə uğur olmadığı üçün Allah deyir ki, abi indi biz Allah'ı görmürük, biz Allah'ı eşitmirik. Allah bizi görür, Allah bizi eşidir. Bu deyir ki, sənin orada uğurun yoxdur. Ona görə istiqamət dəyişir, amma yox, mən yenə gedirəm ora. İstiqamət, yarımçıqlıq deyil ha, sadəcə uğur yoxdur. Birinci bu. İkinci faktor nədir? İkinci bir faktor budur ki, biz cəmiyyət olaraq bugün bütün dünyanın bu sarsıdır da bu məsələ düz biz başa düşmürük, amma bəla başımıza gələndə başa düşürük. İkinci nədir? Biz bütün uğurlarımızı sənət adamları xaric. Çünki sənət adamı, efir adamı bu məcburdur ki, bunu efirdə göstərsin. Amma bəzi insanlar evin içindən də, çölündən də çəkirlər, sosiallaşdırırlar. İnsanda nəzər nəfs var. Nəzər nəfs var. İnsanın bir misal var da atalardan. Nəzər qılıncdan da iti olar. Sənin uğuruvu, qarşıya getməyi bu nəzər nəfs qoymur. Birində var, birində yoxdur. Nəzərdə də üç xislət insanlar var. Biri yoxdur. Deyir ki, ilahi onda var, dua el məndə də olsun. İkinci faktor insan var ki, onda var, məndə yoxdur, onda da olmasın. Bu cür insanlar var, kəsərli nəzərləri var. Ona görə bir çox insanların uğurlarının qarşısı ya yarımçıqlıq olur, ya da uğur tapmır. Düzdür, talantlıdır, istedadlıdır, sənətkardır. Amma istədiyi gəlib çata bilmir. Amma istədiyi məntəqəyə gəlib